Salam hörmətli müəllimlər, bundan öncəki video izahda mən janr anlayışı haqqında məlumat vermişdim və həmən məlumatda biz təsvir sənətinin janrları haqqında danışmışdıq, lakin təsvir sənətin növlərini də xatırlamışdıq və video izahın sonunda mən sual etmişdim ki, təsviri sənətin hansı növündədir ki, janr anlayışı özünü daha qabarıq göstərir. Bu da təsvir sənətinin rəngkarlıq növüdür. Bu da o anlama gəlir ki, biz təsviri sənətin hər hansı bir janrı haqqında əsər yaradan zaman biz tam istəyimizi ifadə edə bilmək üçün, ortalığa istədiyimizi tam şəkildə, ideal şəkildə ortaya qoymaq üçün, fikirlərimizi tam ifadə edə bilmək üçün bizə yardımcı olan təsviri sənət növü rəngkarlıq növüdür. Və belə oldu ki, sualımızın cavabı təsviri sənətin rəngkarlıq növündədir ki, janr anlayışı özünü daha qabarıq göstərir. Bu belə. Və keçdik yeni mövzunun izahına. Deməli, danışsın dekorativ tətbiqi sənət haqqında. İlk öncə deyim ki, dekor nədir? Dekor latın dilində tərcümədə bəzəmək mənasını verir. Dekor edilmiş, bəzədilmiş, bəzəkli. Və dekorativ tətbiqi sənət, deməli, hörmətli müəllimlər, dekorativ tətbiqi sənətin başlanğıcı da var. Dekorativ tətbiqi sənətin özünə məxsus bədii dili də var. Deməli, qədimdə insanlar əşyanı daşdan, gildən, ağacdan hazırlayırdılar və üzərinə naxış təsvirlər yaradırdılar. Bununla da dekorativ tətbiqi sənətin təməli qoyulmuşdur. Yəni, bu dekorativ tətbiqi sənətin başlanğıcı hesab olunur. Elə buna görədir ki, incə sənətin ən qədim növü hesab olunur dekorativ tətbiqi sənət. Və hörmətli müəllimlər, biz burada qədimdə insanların əşya üzərində yaratdığı ilk naxışları nümunə olaraq görürük. Və hörmətli müəllimlər, gəldik dekorativ tətbiqi sənətin özünə məxsus bədii dilinə. Qədimdə sənətkar bitkidən, quşdan, heyvandan motiv olaraq bunlardan istifadə edirdi və görürük ki, hər biri reallıqdan fərqlənir. Demək, sənətkar həmən motivləri öz bildiyi kimi ümumiləşdirirdi, işarə halına gətirirdi. Bu da reallıqdan fərqlənərək qeyri-adi görünürdü. Bu da dekorativ tətbiqi sənətin özünə məxsus bədii dili hesab olunur və deyir ki, bu dil həmən əşyanın gözəlliyini, burada qeyd olunub, dekorunu və mənasını anlamağa bizə yardımcı olur. Deməli, hörmətli müəllimlər, planetimizdə çoxlu sayda xalqlar var və hər bir xalqın özünün işarəsi, rəng uyğunluğu var, obrazları var, simvolları var, ornamenti var və Azərbaycan dekorativ tətbiqi sənətin də ən qədim növlərini sadalayaq ki, hər biri burada qeyd olunub. Dulusçuluqdur, şüşə məmulatı, oyma naxışlı daş, ağac nümunələri, bədii metal işləmə, bədii parça, tikmə, toxuculuq, xalçaçılıq, zərgərlik. Bir də sadalayaq, dulusçuluq, şüşə məmulatı, oyma naxışlı daş, ağac nümunələri, bədii metal işləmə, bədii parça, tikmə, toxuculuq, xalçaçılıq, zərgərlik. Bu qədər hörmətli müəllimlər. Sual olaraq da sualım budur ki, biz Azərbaycan dekorativ tətbiqi sənətinin ən qədim növlərini sadaladıq. Bəs dekorativ tətbiqi sənətin müasir növləri hansılardır? Bu qədər hörmətli müəllimlər. Müəllimlər həm onlayn, həm də əyani qruplarımız mövcuddur. Kursumuza müraciət edərək qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Sağ olun.